Bəzən səhifələrimizə belə bir sualla müraciət edirlər ki, bəs deyirlər ki, plastik əməliyyatı yoxdur. Bu əməliyyat digər yanaşı qonşu ölkələrimizdə mövcud olduğu kimi artıq bizdə də var və düşünürəm ki, bunu ən çox eləyən həkimlərdən biri mənəm, lor cərrah, burun qulaq boğaz cərrahı Gülnar Səfərəliyeva. Necə ki, tək çəpər əməliyyatı olur, septoplastika deyirik. Rinoplastika təbii ki, bütün burunun əməliyyatıdır. Yəni həm yan sümüklər sındırılır, həm burun donqarı götürülür, həm burun içinə müdaxilə olunur. Çəpərdə əyrilik varsa, çəpər əyriliyi olunur, balı qulağında şişkinlik varsa, hipertrofiya varsa, o aradan qaldırılır. Necə ki, tək çəpər əməliyyatı olunursa, qanadların əməliyyatı, alektomiya əməliyyatı olunursa, eləcə də diplastika əməliyyatı mövcuddur. Yəni, burnumuzun ucuna tip deyilir, burnumuzun ən uc nöqtəsi tip adlanır. Bunu lor cərrahlar bilirlər, qeyri-ixtisas həkimlər təbii ki, bunu bilə bilməz. Burnumuzun ucu tip adlanır. Rinoplastikada burun ucunda hansı işləmi edirəmsə, həmən işləmi də diplastika əməliyyatında icra edirəm. Yəni, donqarınız cüzidirsə və yaxud da yox səviyyəsindədirsə, yan sümükləriniz enli deyilsə, sadəcə burun ucunda uzunluq, sallaqlıq, enlilik varsa, demək ki, siz diplastika əməliyyatına uyğunsunuz və bunu ola bilər kimlərsə etmir. Biz edirik və en qədər də nəticələrimiz səhifəmizdə paylaşılıbdır. Hamısı real nəticələrdir, heç birində filtr, effekt yoxdur. Rahatlıqla, könül rahatlığı ilə bizə müraciət edə bilərsiniz. Buyurun, əl işlərimizə baxa bilərsiniz.